Salam, hər vaxtınız xeyir. 35 sınaq kitabından bugün 4-cü testin izahına baxacağıq. Bəli. Başlayaq izahımıza. Birinci sualda bizə alkan və diskloalkan verir. Molekula karbon atomları sayı. En sayıda karbon olan alkan CnH2+2, diskloalkan CnH2. Və molekulda sigma rabitələrinin cəmi 25-dir. Alkanlarda bilirdik ki, sigma rabitələrinin cəmi indekslərin cəmindən 1 çıxmaqla tapılır. Diskloalkanlarda elə indekslər cəmi. Bunların ikisini də toplasaq, N4. Demək C4H10 və C4H8-dən ibarət bir maddələr verib. Diskloalkanda əgər metilin qruplarının sayı, yəni CH2 qruplarının sayı maksimaldırsa, bu elə disklobutan olacaq. Disklobutan da elə A variantı. 2. Hansı qrup və radikalan birləşməsini alan maddələr gümüş peroksidi amonyak məhlulu ilə vəzətmə reaksiyasına girir. Bu o zaman olur ki, 3 qat karbonlu H olsun. Bu C buradadır da. Bu elə bir ki, oradadır. C olan hər şeyi götürməliyik. Fərq yoxdur. Çünki 3 qat rabitində H var. AC olar, BC olar, CD olar. AD-yə baxaq. AD-də alkan alınır. Alkanlarda belə bir xassə yox idi. Ona görə 1, 2, 3 Y variantı. Etilenin mis palladium, ferium duzları iştirakında oksidləşməsindən asetaldeid, yəni sirkə aldeydi Y variantı alınacaqdır. Sellulozadan sənayedə nə alınır? Etil spirti alınır, viskoz ipək alınır, naylon xeyr. Naylon heksametilin diamin və adipin turşusunun polikondensləşməsindən alınırdı. Alfa alanin deməli CH3, CHNH2, COH, glisin NH2, CH2, COH. Natrium OH-na hər ikisi girir, hər ikisində karboksil qrupu var. Optiki aktiv, yəni asimetrik karbon olmaları glisində yoxdur. Glisində 4 müxtəlif qrup və atom birləşdirən karbon atomu yoxdur. Amma alfa alanində var, bu karbon asimetrikdir. Zülalların tərkibinə daxil olmaları və hər ikisi alfa amin turşudur, ona görə zülal tərkibinə daxil ola bilərlər. Ona görə 1 və 3 fərqli olan deyir, yalnız 2 C variantı. Divinil C4 Divinil budur. CH2, CH 2 qat CH, CH2 belə. İndi polimerləşmə dərəcəsini tapaq. Bu 108.000-i 54-də bölsə, yəqin ki 2000 eləyər. Bunu bir dənə də mən 100 bölüm. Bəli, 2000. sp2 hibrid orbitalları. Burada 2 karbon sp2 hibrid vəziyyətindədir. 2 qat rabitəli karbonlar. Hərəsində 3. Cəmi 6. Quruluş vahidində 6 sp2 hibrid orbital var. 6-nı da 2000-ə vursaq 12000 D variantı olur. XY birləşməsində X-in kütlə payı 60-dırsa, 60%dirsə, XY2 birləşməsində X və Y-in kütlə nisbətini müəyyən edin. Deməli, 60%dir, bu 3, bu 2-dir. Hə, mən bunu belə yazım da. XY-də 60% X varsa, 40% Y var. Buraya X, buraya Y yazırıq. Nisbi atom kütlələrini bilmədiyim üçün X. X-in nisbi atom kütləsinə X, Y-ə Y deyirik. Və tapırıq ki, 2X bərabərdir 3Y, yəni 1 dənə X bərabərdir 1,5 Y-ə. Deyir, XY birləşməsində X və Y-in kütlə nisbətini müəyyən edin. XY birləşməsinin XY2-də 1 dənə X var, X yazdıq. 2 dənə Y var, 2Y yazdıq. X-in yerinə 1,5 Y yazırıq. 1,5 Y, 2Y, Y-lər getdi. 1,5 böl 2. Tam ədədə gətirsə 3 böl 4 olacaq. Cavab B variantı. 8-ci sualda
sxemi üçün hansı doğrudur? X-in radiusu artır deyir. Biz bilirik ki, element elektron verdikdə onun radiusu artmır, azalır. Bu səhvdir. X-in elektron sayı azalır. Bəli, elektron verib nəticədə azalacaq. Proton sayı elektron alış-verişində proton sayının heç bir dəxli yoxdur. Proton sayı dəyişmir. Doğru deyir 2 və 3 Y variantı. 9. Hansı proseslər endotermikdir? Yəni istiliyin udulması ilə gedir. Natrium atomundan bir elektron qopması. Elektron qopması, atomun elektron alınması endotermikdir. -2. C2 oksidin parçalanması. Parçalanma reaksiyaları adətən endotermik olurdu. Yəni adətən deyirəm, həmişə yox. C2 oksidin parçalanması da endotermikdir. Kükürt atomunda 2 elektron birləşməsi. Atom elektron birləşməsi istiliyin ayrılması ilə gedir. Amma adətən atoma bir elektron birləşəndə əksər hallarda bu olur endotermik. Amma ikinci elektron birləşməsi adətən eksotermik olurdu. Yəni indi burada elektron birləşməsi deyil, bizim kitablar bunu eksotermik götürür. Mən də məcbur burada eksotermik deyəcəm. Ona görə cavab 1, 2 A variantı deyəcəm. 10. sualda reaksiya oksidləşmə və reduksiya olan hissəcikləri istəyir. Kükürt -1, dəmir -2, 0, -2, -3, -2, -4. Oksidləşən, yəni dərəcəsi artan deməkdir. Burada dəmirin dərəcəsi, dəmir 2 artır. Oksidləşən yazaq. Kükürt oksidləşir, oksigen reduksiya olunur. Yəni 1, 2 oksidləşir, 3 reduksiya olunur, D variantı. Və bizə belə bir, bu nədir? CO2 reaksiya CO2-dir, çünki o CO2-nin fikir verin, başlanğıc qatlığı 0-dır. Bu başlanğıc maddə olmayacaq. CO plus O2, CO2 alınır. 2, 2 atdıq. Başlanğıc sərf olunan, alınan tarazlıq yazdıq. CO 3-dür, oksigen də 3-dür. Bu 0-dır. Tarazlığı olub bunun X, bunun olub Y, bu olub 1. Bunun tarazlığı 1 olsa, demək 1 əmələ gəlir. CO2-nin 1 əmələ gəlməsi üçün oksigenin 0,5 azalması lazımdır əmsal nisbətinə görə. CO-nun da 1 azalması lazımdır. Deməli X və Y hesablasaq, CO olacaq 2, oksigen olacaq 2,5. Bizdən X, Y istədiyi üçün 2 və 2,5 C variantı. 12. Hansı məhlulların faizlə qatıqları eynidir? Maddə su nisbəti eyni olan faiz qatığı eyni olacaq. 1, 4, 2, 3, 9, 36. 9-a ixtisar getsə 1, 4. Bax, bu 1 ilə 3 eyni qalır. Bu da 3, 2-dir, 2, 3 deyil. 1 və 3. Cavab Y variantı. 12. Baxdıq, 13. Hansı duzun suda məhlul mühit? Mühit qüvvətli tərəfə görə, yəni məsələn bu qüvvətli əsas zəif turşudan əmələ gəlib, əsası mühit verəcək. Turş mühit, neytral mühit, düzdür. Kalium sulfat qüvvətli əsasdan, qüvvətli turşudan əmələ gəldiyi üçün hidroliz eləmir və neytral mühit olmalıdır. Cavab D variantı. Sonuncu turş mühit düzdür. Deməli, H3PX-in qiyməti H3PO2 olanda 1 əsaslı idi, H3PO3 2 əsaslı idi, H3PO4 3 əsaslı idi. 2 olanda xeyr, 3 olanda bəli, 4 olanda bəli, deməli 1 çıxırdıqda oksigen sayından 1 çıxanda əsaslığı alır. Oksigen 2-dirsə 1 əsaslı, 3-dürsə 2 əsaslı, 4-dürsə 3 əsaslı, bu 2-yə 3 B variantı. Hansı qabda reaksiya baş verər? Qayda nə idi? Flordan yoda doğru hər biri yuxarıdakı, aşağıdakını çıxarırdı. Bu gedər, getməz, getməz, gedər. 1 və 4 C variantı. Deməli, piritin yanmasından bayaq var idi. Dəmir 3 oksid və SO2 alınır. Burada dəmir 3 oksid yox. SO2 oksigenə SO3 verər. SO3 də sulfatla oleum verər. Ona görə də SO3 oleum deyə Y variantı. Hansı reaksiyada X nitrat turşusu ola bilər? Əgər ammonium duzundan amonyak alınıbsa, bu zaman bu qələvi ilə reaksiya girib. X qələvidir bu birinci reaksiyada. Sink, bu nitrat turşusu olsa belə bir reaksiya gedər. Sink nitrat turşusundan sink nitrat reduksiya məhsulu qatı duruya görə və su alınır. Amma nitrat turşusundan biz demişdik ki, metallar H2 çıxarmır. Deməli, 3-cü reaksiyada da nitrat turşusu ola bilməz. Yalnız 2A variantı. Kalsium ortofosfatın
Burada reaksiya girənləri də verib, nə alındığını da verib. Biz sadəcə reaksiyanı yazırıq. Kalsium H2 PO4 2 atdıq bura. Bura 3 atdıq. Burada 4. 1 mola 4 mol lazımdır. 0.2'ye də X lazımdır və 0.8'də variant eləyəcək. Karbon və silisium. Florla reaksiya girirlər. Karbon bir dəqiqə hər ikisi girir. Bəli, hər ikisi girir. Bu ümumidir, ümumi deyil. 2 cütləşməmiş elektron var. Normal vəziyyətdə deməli idi. Bəli, normalda 2 cütləşməmiş var. NS2, MP2-dir hər ikisi, 4-cü qrup və P-də də 2 cütləşməmiş elektron biz görürük. Çox çəkdim bir dəqiqə. Nə edirəm? 1 2. Atom kristal qəfəs hər ikisində var. Qeyri-metalda hər ikisi hidrogenlə birləşmələrdə CH4-də karbon -4, amma silisium H4-də. Hidrogen -1, silisium müsbətdir. Ümumi olmayan 7. Mis və dəmir qarşısına əvvəlcə qaynar qatı sulfat əlavə eləsək, mis olur, mis 2 sulfat, dəmir olur, dəmir 3 sulfat. Sonra isə barium hidroksid. Barium hidroksiddən mis 2 sulfatın reaksiyasından alınar barium sulfat çöküntü istəyir. Bu çöküntüdür. Mis 2 hidroksid. Bu da çöküntüdür. Barium hidroksiddən dəmir 3 sulfatdan yenə barium sulfat alınacaq. Bunu onsuz da demişik. Və dəmir burada 3 valentli olduğu üçün dəmir 3 hidroksid çöküntüsü alınacaq. Deməli, nə oldu? Bunlar hamısı oldu. 1, 2, 3. A variant. Propan və butan. Propan yanacaq kimi, bəli, hər ikisi qazlaşdırılmayan məntəqələrdə yanacaq kimi istifadə olunur. Suda əldə olmurlar, düzdür. Havadan ağırdılar. Eyni şəraitdə bunlar hər ikisi havadan ağırdır deyə bilərik. D variantı. Tərkibində 4 metilen qrupu olan bu maddə, onda biz bunu yazacağıq. CH2 xlor, CH2, CH2, CH2 xlor və sinklə də reaksiya girəndə sink bu xlorları alır. 4 bucaq disklobutan D variantı alınacaq. Molekuluna nömrələnmiş karbon atomları sp2, sp3, sp. sp2, sp3. Bir də var. sp3. Deməli, sp-yə aid oldu 4. sp2-yə aid oldu 2. 2. Yalnız 2 yoxdur axı. Bir dəqiqə. SP-yə aid oldu 4. SP2-yə aid oldu 2, 4. A'da da varmış ki 4. Heç onu görmürəm. SP2-yə aid oldu 2. SP3-də 1, 3 variant. Deyir 10 hidrogen var. Hidrogen də 2n plus 2-dir. 2n plus 2 bərabərdir 10 desək. N4 edir. S4. H8 OH2. OH-larda kənar deyir. Kənar. OH. OH. Bu onlar butandiol 1,4. Butandiol 1,4 D variantı. Əslində burada belə bir şey də ola bilər. Yəni ehtimal var. Sadəcə cavabda yoxdur. 25. Keton ROR'dir. ROR'dir. Hani ketonu deyilsə variant. 6 hidrogen var. Deməli 3'ün buradadır. Deməli 3'ü burada olmalıdır. Bu da CH3 olacaq. CH3CO, CH3 də metil asitatdır. Variantı. Denaturasiya zamanı molekul kütlə dəyişməz. Molekulun fəzadakı forması bu dəyişər. Amin turşu birləşmə aracılığı da dəyişməz. Əslində burada dönən, dönməyən denaturasiyalar var idi də. Orada mümkündür hər biri ola bilsin. Bəli. Yalnız 2 B variantı. Neytral Y atomunun elektron formulu 16, 2 mənfi, 18. Deməli A plus 6, 18'dir. A plus 6, 18'dirsə A eləyir 12. Y3 müsbətdə 12'dirsə bura 15. Neytral Y atomunun neytral deyici 15'ə görə 3s2, 3p3 D variantı.
X, Y. Deməli, X mənfi 2, Y müsbət 3. Y-i birinci yazaq. 3, 2. Y 2, X 3. B variantı. Deməli, sonra burada reaksiya istilik effekti məhsulların əmələ gəlmə istiliyindən ilkin maddələrin əmələ gəlmə istiliklərinin cəmini çıxırıq. Və burada rabitə enerjisi isə rabitə enerjisini çıxırıq. Əmələ gəlmə istiliklərində bəsit maddəni nəzərə almırıq, amma rabitə enerjisində bəsit maddəni nəzərə alırıq. Bunu rabitələri görəcək şəkildə yazıram. Deməli, 2 bərabərdir. Burada sağda 6 dənə SH var, 600 plus. Sağda bir dənə SS var, bu da 85. 685. Minus 2 dənə tək qat var, SH 200. Bir dənə 3 qat var, o da 200. 2 dənə də H hidrogen tək qat var, 110, 105, 210. Bu da elədi 610. Bu da elədi müsbət 75. Y variantı. 31. Bu reaksiyanı biraz buradan yazalım. Xrom 2, SO4 3 plus kalium klorat, natrium hidroksid, natrium 2, xrom O4, kalium xlor, natrium sulfat, su. Xrom müsbət 3-dən müsbət 6-ya gəlib. Bura neçə keçid var? 6 keçid. İndeks olan tərəfə yazdım. Müsbət 5-dən mənfi 1-ə. Burada fərqi yoxdur. 6 bura yazıram. 1-ə 1. Demək, bura 1 saxlayıram. Bura 2 atıram. Xromlar bərabərləşsin deyə. Sonra yalnız bir yerdə əmsalı çatmayana baxmaq istəyirəm. Görürəm kükürt var. Kükürdə 3 atıram. Görürəm ki, natriumlar sağda düzəldi. 4. O da 6. 10 dənə natrium var. 10 atıram. Sonra 10 dənə natriumu düzəltdiyimə görə hansı atoma keçirəm? Kaliuma keçə bilmirəm. Xlor hanı bəs? Hə, xlora da keçə bilmirəm. Bunda burada hidrogenə keçəcəm. Oksigenə ən axırda kalium xlor belə çıxır ki. Baxaq da. Hidrogen 10 dənədir. Bura 5 atıram. Oksigen 12, 10 dənə. 22 var. Burayla bilmirəm neçədir. Oksigen burada 8, o da 12, 20, 25 var. 25 varsa oksigen neçə çatışmır? 3 çatışmır. Burayla 1 qalacaq, 1 qalacaq. Reaksiya əmsallaşdı. Deyir, reaksiya məhsulların əmsallar cəmi. Bir dəqiqə, məhsul buradan başlayır. 2, 1, 3, 6, 5, 11. D variantı. 32-ci sual. XY X2 plus Y2. Deməli, qatlıq zamanlı asılığıdır. Biz baxırıq. Başlanğıc sərf olunan, alınan tarazlıq. XY-in başlanğıcı 8-dir, gəlib 4-də dayanıb. Y2-in tarazlığı 2-dir. Deməli, 2 əmələ gəlib. Bu 2 əmələ gəlsə, X da 2 əmələ gələr və məhsul olduğu üçün tarazlıq da 2 olur. K da bərabərdir. Sağ böl sol. 2 vur 2 bölsün 4-ün kvadrat. Bu eləyir. Neçə? 4 böl 16. 0,125 D variantı. 33. Hansı məhlulda qələvin mol sayını hesablamaq olar? Burada qələvin kütləsinin cöri 40 qram 1 mol. Burada həcmin və qatlığın verib. Elə bunları bir-birinə vuranda litrə çevirmək şərti ilə 0,8 mol. Sonuncuda məhlulun sıxlığını verib. 200 məhlulun, daha doğrusu məhlulun sıxlığı və məhlulun həcmini verib. Bunları bir-birinə vuranda 240 qram məhlulu alırıq. Daha bilmirik onun nə qədəri natrium OH-dur, nə qədəri sudur. Ona görə burada biz natrium hidroksid molunu hesablayıb bilmərik. 1-2 A variantı olacaq.
34. Oksigenli turşuların normal duzları. Metal XO tipli. XON. Anod demiş O2 alınır, bəli. O2 sudan alınır, bəli. O2 turşu qalından alınmır. Məhlul demişə turşu alınır, xeyr. Aktiv metal olsa duz özü qalır. Pasiv olsa, orta olsa özü turşu alına bilər. Ona görə həmişə dediyi üçün səhvdir. 1-2 variantı. 35. Burada sink OH brom alınır. Ona da H xlorla təsir etsək, HOH-a çıxarar, sink xlor brom alınır. Sulfat ikisini də çıxarar, sink sulfat alınır. H brom, H xlor da alınacaq öz yerində. Duzların tipi 1-ci X əsasidir. 2 yox, qarışıqdır və normaldır, B variantı. Bu parçalanmaları əgər əzbər bilirsinizsə, 2 mol kalium nitratdan 1 mol O2 alınırdı. 2 mol natrium nitratdan 1 mol O2 alınırdı. Yəni tam əmsallaşdırın. 2 mol kalium xloratdan 3 mol O2 alınırdı. Yəni hərəsi 2 mol olanda, hərəsi 2 mol olanda 6 moldan cəmi 4 mol oksigen alınır. 2A 2A 6A'dan da 4A oksigen alınır. A variantı. X flor değilsə, məsələn xlor olsa, burada kalium xlor, mangan xlor 2, xlor 2 alınır, su alınır. Yəni digər halogenlər də olsa belə gedir onsuz da. Nə deyir? Deyir oksigen alınır. Bu reaksiyada oksigen alınmır. Halogen su, bir də metallara görə duz alınır. Duz alınır, su alınır, halogen alınır. 2, 3, 4 B variantı. 38. N2H2 reaksiyası N2 plus 3H2 2NH3. Bu tip suala azalmaya görə baxırıq. Yəni 60-dan 40-a gəlib, deməli burada 20 litr azalma var. 20 litr azalmada neçə litr amonyak alınır onu tapmalıyıq. Normalda qarışıq 4 litrdən 2 litrə gəlir, 2 litr azalma olur. Yəni 2 litr azalma olanda 2 litr amonyak alınır, 20 litr azalma olanda 2 litr amonyak, bu da 20 litr olacaq. Son 40 litrin içində 20 litr amonyak varsa, bu da həcmini hesablasaq 20 olacaq, həcm payı desəydi 50%. Deməli, bu sualda əgər reaksiya getmirsə, birinci reaksiyanın getməməsi üçün X-in natrium ortofosfat olması lazımdır. Ki, natrium OH-dan girməsin. Bu sualları mən sizə qeyri-üzvi nəzəriyyədə bunun qaydasını göstərmişəm. Bir neçə dəfə, bir dəfə də göstərək. Biraz başı qarışdırır, çətinlik çəkirlər. Baxın. Ortofosfat duzu H3PO4 nə zaman gedir ki, turşu və duzun qalığında ən az 2H fərqi var. Ortofosfat duzu qələvi ilə o vaxt reaksiya gedir ki, duzda H var. Fikir verin. H3PO4 ilə girir. H3PO4 ilə girir, da bu H3PO4 ilə girmir. Natrium OH ilə bu girir. H var, bu girir, amma bu artıq girməyəcək natrium OH. Bu şəkil. Bu da natrium ortofosfat olmalı ki, natrium OH ilə girmir. X natrium ortofosfatdır, bu düzdür. Gəldi ikinci. Deyir, əgər 1 və 2 reaksiyaya girsə, Z natrium, Z edir. Həmişə bu sualda birinci X-i tapıb, sonra digərlərinə baxırıq. Hər iki reaksiyanın getməsi üçün, natrium OH-a görə getməsi üçün duzda H olmalıdır. H3PO4-ə görə də getməsi üçün duzda və turşuda H fərqi ən az 2 olmalıdır. Ona görə X natrium 2HPO4 olmalıdır ki, hər iki reaksiya getsin. Əgər X da natrium 2HPO4-sə, H3PO4 ilə girsə, natrium H2PO4 alınır. Bu da düz olacaq. İndi gəldi ikinci reaksiya deyir, əgər getmirsə. İkinci reaksiya getmirsə, X natrium H2PO4 olmalıdır. Natrium H2PO4 də natrium OH ilə reaksiya girsə, natrium OH-un moluna görə bu natrium 2HPO4 də alına bilər. Natrium OH çox götürürsə, natrium 3PO4 də ola bilər. Deyir ki, Y natrium hidroortofosfatdır. Bunu ola bilər deməliydi. Ola bilər, bəli. Yəni, illa da bu Y o ola bilməz. Dediyim ki, bu da ola bilər, bu da ola bilər. Yəni, burada daha düzgünü ola bilər deməliydi. Amma hökmən Y natrium ortofosfatdır deyə bilməz.
Natrium hidrorat olsa deyə bilməz. Ona görə burada düzgün cavab B variantı. Əgər ola bilər desəydi, Y variantı olardı. Deməli, CO plus O2, CO2, 2. Eyni kütlədə götürmüş. Baxın, bunların hər ikisi əvvəlcə nəzəri olaraq baxın. 56 qram CO-nun 32 qram bu reaksiya girir və 1 mol, 2 mol CO2 yaranır. Eləmi? O zaman biz bunları 56-56 götürsək, reaksiya sərf olunan böyük. Oksigen artıq qalır, 56 çıx 32, 24 qram. Amma deyir ki, qazlardan biri 6 qram artıq qalır. Nəzəri olaraq 24 qram artıq qalma olur, şərt olaraq 6 qram. Artıq qalan oksigendir, bəli. Sırtdan 125 mol CO2 əmələ gəlir. Baxın, necə eləyəcəm. 24 qram artıq qalmadı, 2 mol CO2 əmələ gəlirsə, 6 qram da X olur. 4 dəfə azaldı, 4 dəfə azaltsaq 0,5 eləyər. Bu səhv. Oksigenin başlanğıc kütləsi 14 qramdır. 24 qram artıq qalmada oksigen 56 qram götürmüşük. Bəs 6 qram artıq qalmada nə qədər olar? 4 dəfə az 14 qram. Bu düzdür. Deməli, burada 1-3 düz, 2 səhvdir. Yalnız 2 A variantı olacaq. Bu sınağında izah bu qədər. Sağ olun.